bəli. İlhamə deyirdi, Yaşın nə fərq var ki? Yasin müəllim, Yusuf Vəliyev bizim görkəmli Azərbaycanın ən qüdrətli aktyorlarından biridir və sizlə bir yerdə işləyib və dostluq münasibətiniz olub. Qonşu olmuşuq. Bir mərtəbədə üzbəüz onun 3 metr qapımızın arası olub. Balkona çıxırdıq, o yanda oturdu, mən bu yanda. Çay dəmliyini içirdik belə. Baxırdıq Həsən Əvlus rəhmətliyin evinə. Belə qonşu olub. Necə insan idi? Çətin adam idi? Yox, çətin xasiyyətlər vardı. Yəni ona hər şeyi bəyəndirmək. Rus dilini çox gözəl bilirdi. Rus bölməsində Lenin oynayırdı. Leninlə yaxşı oynayırdı Lenin. Əvvəla boyu, buxunu, danışıq qabiliyyəti, səs tembri, gözü belə mavi gözlər vardı. Saç tökülmüşdü Leninə də heç. Qrim, bir balaca qrim eləyirdi. Xalq artisti vardı Rus bölməsində, Tsigankov. O da oynayırdı. Qatlayırdı Tsigankov doğrudan. İnqilab naminə tamaşası vardı, Kərim Həsənov hazırlamışdı. Bir yerdə səhnəyə çıxmışsınız mı? Komsomol poemasında. Cəlal oynamışam, o Gəray bəy oynayırdı. Sonra baba, mən bunu qeyd edilməsəm biraz yanlış olar. Biz uşaq vaxtı, mən Yasin müəllim necə tanıdım, o tamaşa ki var idi. Yasin müəllim həmişə dedim ki, o Jackie Chan'a oxşayan aktyor. Yasin müəllim bunda saçı uzun idi. Həqiqətən Jackie Chan'a oxşayırdı və orada həmişə saz ifa edirdi. Qız atası tamaşası. Qız atası tamaşası. Əfqan Əsgərova. Bəli. Əfqan Əsgərova. Oradan rəhmətlik Mübariz oynayırdı. Cəfər Nami Kamal oynayırdı. Bəli. Yaroğlanı oynayırdı. Çox maraqlı bir aktyor heyəti var. Svetlana. Vaydı. İndi biz Pirşağıda qonşuyuq. O tamaşa indi çox təəssüf, indi efirdə görmürük çox, amma tez-tez verirlər o tamaşanı. YouTube-da var. YouTube-da var. Mübariz müəllimdən Cəfər Nami Kamaldan çox yaxşı bir tandem alınırdı. Orada mən də improvizələr biləmişsiniz. Və bu kitabda da, burada İlham mənim kitabında da o tamaşalar haqqında və baxıram həmişə burada İlham Rəhimli çox maraqlı Yasin müəllimi haqqında bir fikir söyləyib ki, Yasin Qarayev bəstəboy aktyordur, yəni bəstəboy. Amma o səhnəyə çıxanda elə bir ki, böyük bir, qüdrətli, hündür bir adam var o səhnədə. Rəhmətli Yusuf Vəliyev elə idi. İndi mən də özümü ona bənzətmirəm, amma doğrudan. Yusuf Vəliyev bəstəboy idi. Amma məsələn, Söhrəb Rüstəmdə elə birdin ki, dağ gəlir səhnədə. Əvvəla o səs, nə bilim, hardan, elə birdin, o dünyadan, nə bilim, hardan, göydən gələn belə səs idi ki, əzəmətli bir səs idi, möhtəşəm.